Deyir bir gün bir bağda bir siçan yaşırdı. Bir dana inək yaşırdı. Bir dana qoyun yaşayırdı, bir toyuq. Bir gün bu bağ sahab gördülər, tələni bu yekəlikdə gətdi siçan tələsin. Qoydu bağın bir tərəfinə. Siçan baxdı dedi, evim yıxılır. Qaçdı nəyə dedə, siçan tələsi gətdilər. Ha ayıq ol, dedi mənə, nə ağzında deyirsən siçan tələsi. Qaçdı qoyuna dedi, ay qoyun siçan tələsi gətiriblər, ha ayıq ol. Dedi ağzında deyirsən siçan tələsi, mənə nə? Qaçdı toyuğa dedi, toyuq yoldaş siçan tələsi gətiriblər, ha bağa. Dedi genə mənə nə? Ağzında deyirsən siçan tələsi. Elə o ləhzələrdəki bu cür cərru bəhsi deydi, bir dənə ilan gəldi düşdü siçanın tələsinə. İlan yaralandı, ilan getdi, bağ sahibinin arvadını çaldı. O öz bu yüzden dedilər, toyuğun başını kəsin, bunu qanlayın, şayət cürrənə. Əvvəldə toyuq yoldaş getdi, toyuğu kəsdilər. Gördülər cürrənmədi, dedilər buna qoyun haqquşdu verin, bəyə cürrəndi. Qoyunu da kəsdilər, qoyunu da yedilər, gördülər yox, cürrənmədi, arvad öldü. İnəyə kəsdilər, ona xəş verdi. Bağda hamı ölmüşdü, elə siçan çıxmışdı oradan yuvadan, baxırdı. Demə mənə nə, şayət əvvəlin qurbanı sən öz uşağın ola. Şayət əvvəlin qurbanı öz xanımın ola, öz qızın ola, özün olasan. Yaxşı tərbiyyət verin camiədə, olsun Zəhra söyən camiə.